Gülüş eləbəsdir. Ay yox elə, sən doğrudan başına dönüm. Bax. Çox sağ ol, mənə reklam verdiyin üçün. Nüşabə, bizə göndərdiyin bu məlumat biz zarafatdır, yoxsa bu gerçəkdir? Deyir ki, birinci zarafat olaraq xəyal qurarsan, sonra da kainat onu gerçək eləyər. Həyat hər şey ola bilər, əzizim. Deməli, bu mənim ideyam deyir, mən belə şeylər eləmirəm. Nüşabə mənə gecə atdı ki, mən bir layihə üzərində işləyim və hətta bu yaxınlarda Rusiyaya səfərə getmişdim. Bəli, getdim, 3 günə gəldim. Deməli, Nüşabə Getdim, görüm Azərbaycan... ki, orada da aça bilərəm o biznesi. Hazırdır bizim şəkillərimiz. Könül xanım. Tamaşaçı demirəm, şəkil deyirəm. Gəlin iki pəncərədə onu Nüşabə xanımı göstərin və bu layihəsi haqqında məlumat özü versin. Nüşabə, mən yox. Nüşabə və şəkillər. Bu nədir belə bir bilgi? Deməli, Bu corab biznesi qurdum. Bəli. Türkiyədə artıq bax, tırlarımız da var. Ofa, soks, yəni corablar deməkdir. Bəli. Dükan da belə olacaq. Bir də git yanı. Dükanın da şəkilləri var. Bəli, bəli. O bizim Türkiyədə butikimizdir. Bax, bax, butika bax. Taksimdə. Butiki göstərin. Dükanı göstərin. Əməlli başlı proyekt qurun. Hə. Bir dəqiqə. Uşaqdan böyüyə hər rəngdə, hər Butiki çeşiddə. göstərin o birisi. Yay corabları da var, qış corabları da var. Aba bu maşında Bu tırlarla tırlarla olacaq. corablar vurulur, bəli. Ofa soks. Hə. Axırında bu dükanı saxlayın burada. Bəli, bəli. Bu dükan Azərbaycanda olacaq. Türkiyədə, Türkiyədə. Türkiyədə. Kürəkənimlə danışmışam, öz ideyamdır. Bəs adı niyə Ofa Soks? Koksdur, soksdur. Bizdə ölkədə corabı təbliğ edən Ofa xanım olduğu üçün corabın adında, şirkətin adında Ofa. Üz siması ola bilərmi? Ofanı biz çağıra bilərik asışa, amma göz vura-vura. Belə. Çağıra bilərəm, bəli. Asışda Ofa xanım özü iştirak eləsə. Amma istəyirəm ki, libası da corabdan olsun. Bütün libas corabdan olsun. Möhtəşəm olar.